bir də o qapıları bizim üzümüzə bağlamasın. Dualarınızda buna yer eləyin. İlahi, necə ki cənnətin qapılarını üzümüzə açmısan, o qapıları bizim üzümüzə bir daha bağlama. Bunu zikir halına gətirib buradan. Da gözləməginən ki, namazdan sonra dua eləyim. Yox. Özün bir dənə zikir halva gətir. Ay Allah. Necə ki, hər yoruldun, hər əziyyət çəkdin bu duanı eləginə. Fəəsəlu rabbəkum ən la yüfəttihəhə aleykum. Bəs istəyin Allahdan, yalvarın Allaha, dua eləyin Allaha ki, Allah bir daha o qapıları sizin üçün açmasın. Zikir alınacaq, ilahi. Necə ki, cəhənnəmin qapılarını üzümüzə bağlamışsan, ilah o qapıları bir daha üzümüzə açma ki.